Hər vaxtınız xeyir. Bugün gəlin Azərbaycanda qoyunçuluqdan danışaq. Amma bu, sadəcə bir kənd təsərrüfatı sahəsi deyil, yox. Bu əslində bir mədəniyyətdir, bir həyat tərzidir. Bəs görəsən bu qədim ənənə bugünümüzdə hansı çətinliklərlə üz-üzədir? Gəlin birlikdə baxaq. Baxın, Azərbaycanda qoyun deyəndə ağla sadəcə heyvan gəlmir. O, kənd həyatının, mədəniyyətimizin demək olar ki, ürəyidir. Heç təsadüfi deyil ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, yəni FAO da vurğulayır ki, bu sektor kənd yerlərində yaşayan insanlar üçün həm dolanışıq mənbəyidir, həm də qida təhlükəsizliyi deməkdir. Yəni, həyati bir əhəmiyyəti var. Yaxşı, bəs bu qədər vacib bir işlə kimlər məşğul olur? Bu sahənin belə deyək, əsl ürəyi kimlərdir? Gəlin indi təsərrüfatların quruluşuna və bu işin arxasında duran insanlara daha yaxından baxaq. Təsəvvür eləyirsiniz, 184 min. Bu, Azərbaycanda həyatını, dolanışığını birbaşa qoyunçuluğa bağlayan ailələrin sayıdır. Bu, quru bir statistika deyil əslə. Bu, arxasında 100 minlərlə insanın taneyi olan nəhəng bir sosial və iqtisadi reallıqdır. İndi gəlin bu diaqrama baxaq, çünki bu rəqəmlər bizə çox maraqlı bir hekayə danışır. Deməli, təsərrüfatların, yəni fermaların düz 80%-i kiçik ailə təsərrüfatlarıdır. Yəni əslində bu sektora ayaqda saxlayanlar onlardır. Amma işin maraqlı tərəfi odur ki, onlar bütün qoyunların cəmi 35%-nə sahibdilər. Bəs qoyunların qalan, hətta daha böyük hissəsi hardadır? Baxın, qoyunların təxminən yarısı, yəni 46%-i, təsərrüfatların cəmi 8%-ni təşkil edən bir neçə böyük fermada cəmləşib. Bu nə deməkdir? Bu o deməkdir ki, sektorda ciddi bir mülkiyyət fərqliliyi var. Yaxşı, bu qədər vacib bir sektor, amma hər şey göründüyü qədər yaxşı deyil. Gəlin indi məsələnin biraz narahat edici tərəfinə keçək və əsas problemə fokuslanaq. Və problem məhz budur. Bilirsiniz, illərlə qoyunların sayı artırdı, hər şey yaxşı gedirdi, amma indi bu artım dayanıb. Təkcə dayanmayıb, hətta azalmağa başlayıb. Bu həqiqətən də bütün sektor üçün ciddi bir həyəcan siqnalıdır. Gəlin rəqəmlərə baxaq. Çünki onlar heç vaxt yalan demir. Baxın, 2015-ci ildə Azərbaycanda düz 8 milyon qoyun var idi. Bu pik nöqtə idi. Amma cəmi 3 il sonra 2018-də bu rəqəm 7,7 milyona düşüb. Yəni 300 min baş azalma. Bu o deməkdir ki, biz hər il orta hesabla 100 min baş qoyun itirmişik. Bu qrafikdə gördüyünüz eniş var ha, o sadəcə bir xətt deyil, bu real bir böhranın əyani sübutudur. Amma məsələ təkcə sayda deyil. Kəşke elə olaydı. Problem daha dərindir. Heyvanların özləri də, necə deyərlər, kiçilir. Baxın, 2000-ci illərin əvvəllərində bir qoyunun orta cəmdək çəkisi 15-18 kiloqram idisə, bugün bu rəqəm 12-15 kiloya qədər enib. Bu birbaşa o deməkdir ki, heyvanların sağlamlığı da, məhsuldarlığı da aşağı düşür. Yaxşı, bəs bütün bunların səbəbi nədir? Niyə belə oldu? Bu tənəzzülün arxasında hansı faktorlar var? Gəlin indi bu mürəkkəb niyə sualının cavabını bir yerdə axtaraq. Əslində fermerlər bir-birinə bağlı olan bir problemlər zənciri ilə qarşı-qarşıyadılar. Təsəvvür edin, bir tərəfdən heyvanları otarmaq üçün otlaqlar azalır, olanların da keyfiyyəti itir. Digər tərəfdən baytarlıq xidmətləri həm bahadır, həm də həmişə əlçatan deyil. Üstəlik, yaxşı, keyfiyyətli damazlıq heyvan tapmaq da bir problemdir. Bütün bunlara müasir fermerçilik biliklərinin çatışmazlığını da əlavə etsək, vəziyyətin nə qədər çətin olduğu aydın olar. Və bitmədi. Problem təkcə ət və südlə, yəni əsas məhsullarla məhdudlaşmır. Bir vaxtlar çox dəyərli olan yun kimi məhsulların da bazarı demək olar ki, yox olub. Təsəvvür edə bilirsiniz, fermerlər qoyunları qırxır, amma yunu sata bilmirlər. Əlavə gəlir mənbəyi olmalı olan bu dəyərli xammal indi çox vaxt ya sadəcə atılır, ya da yandırılır. Bu, böyük bir itkidir. Amma bütün bu negativ mənzərəyə baxmayaraq, bir ümid işığı da var. Bəli, bu böhrana tavab olaraq atılan addımlar, hazırlanan strateji bir plan var. Gəlin indi hekayənin bu dönüş nöqtəsinə baxaq. Və söhbət kiçik, kosmetik bir dəyişiklikdən getmir, əsla. Söhbət hökumətin və FAO-nun birgə hazırladığı çox böyük, hər tərəfli bir plandan gedir. Rəsmi adı qoyunçuluq sektorunun inkişafına baxış 2025-dir, amma əslində bu, bütün sektoru yenidən canlandırmaq və modernləşdirmək üçün hazırlanmış iddialı bir yol xəritəsidir. Yaxşı, bəs bu iddialı planın içində konkret olaraq nələr var? Gəlin addım-addım baxaq. Deməli, bu plan problemini həll etmək üçün 4 əsas istiqamət müəyyənləşdirib. Birincisi, istehsal texnologiyasını yaxşılaşdırmaq, yəni fermaları müasirləşdirmək.
İkincisi, bazar infrastrukturunu gücləndirmək, yəni fermer məhsulunu rahat sata bilsin. Üçüncüsü, məhsulun dəyər zəncirlərini artırmaq, yəni təkcə ət deyil, süd, yun, hər şey yenidən dəyər qazansın. Və dördüncüsü, bütün bunları elmi tədqiqatlar və dayanıqlı, yəni gələcəyə hesablanmış metodlarla dəstəkləmək. Baxın, bu sitat məncə planın nə qədər iddialı olduğunu çox gözəl göstərir. Deyir ki, baxış sektorunu ənənəvi sistemdən intensiv istehsal sisteminə əsaslanan müasir kommersiya təsərrüfatlarına çevirməkdir. Yəni, söhbət köhnə qaydaları biraz yaxşılaşdırmaqdan getmir. Söhbət tamamilə yeni, müasir və kommersiya əsaslı bir modelə keçiddən gedir. Və sonda gəlib əsas suala çıxırıq. Görəsən, bu iddialı plan, bu böyük baxış, çətinliklərlə üzləşən bu qədim ənənəni həqiqətən də rəqabətə davamlı, müasir və dayanıqlı bir sənayeyə çevirə biləcəkmi? Bu sualın cavabını yəqin ki, yalnız zaman göstərəcək. Diqqətiniz üçün təşəkkür edirəm.